Başlayaq dərsimizə. Bugünkü dərsimiz yoldaşlar söz yaradıcılığı bölünməsidir. Dövlət qulluğunun qəbulunda istifadə edilən suallardan bir neçəsi bu bölməyə aiddir. Söz yaradıcılığı dil haqqında elmin xüsusi bir bölməsidir. Bu bölmədə biz nələri öyrənəcəyik? Bu bölmədə sözlərin hansı üsul və vasitələrlə yaranmasından bəhs olunur. Dilimizdə söz yaradıcılığı leksik, morfoloji və sintaktik yola əsaslanır. Yadınızda saxlayın. Sadə sözlər hansı üsulla yaranır? Sadə sözlər yaranır leksik üsulla. Düzəltmə sözlər morfoloji üsulla. Mürəkkəb sözlər isə sintaktik üsulla yaranır. Aydındır? Bir daha təkrarlayıram. Dilimizdə söz yaradıcılığı leksik, morfoloji, sintaktik yola əsaslanır. Sadə sözlər leksik yolla, düzəltmə sözlər morfoloji yolla, mürəkkəb sözlər isə sintaktik yolla yaranır. Əgər söz öz əvvəlki mənasını saxlamaqla yeni bir mənada işlənərsə, o leksik üsulla yaranan söz olur. Homonim sözləri buna misal göstərə bilərik. Lakin dilimizdə söz yaradıcılığının əsas vasitələri bir leksik şəkilçilər vasitəsilədir. Bir də sintaktik yolla, yəni iki və daha artıq sözün birləşməsi ilə yaranan mürəkkəb sözlərdən söhbət gedir. Səhət müəllim, sadə söz bildik, tək kök yaxud kök plus qrammatik şəkilçidən ibarət olur. Bəs düzəltmə sözləri nələrdir? Leksik şəkilçilər olmalıdır. Sözün düzəltmə olmağı üçün. Belə misal göstərim sizə. Biri var leksik şəkilçi, biri var qrammatik şəkilçi. Düzdür, Nursel xanım? Səs açın, zəhmət olmasa. Bax, leksik şəkilçi deyəndə nə nəzərdə tutulur? Yeni bir söz yaradır. Bir sözdən yeni bir söz yaradır. Başa düşdünüz? Bir sözdən... Qrammatik şəkilçi mənanı dəyişmir. Qrammatik şəkilçi mənanı dəyişmir. Bəs sözün nəyini dəyişir? Formasını dəyişir. Leksik şəkilçi yeni bir söz yaradır. Qrammatik şəkilçi sözü dəyişmir, sadəcə formasını. Bu, məsəl üçün, kitab sözü var, düzdür? Kitab sözünü artırıram xana şəkilçisini. Yeni bir söz yaratdı, yoldaşlar. Kitabxana. Düzdür, Nurayna xanım? Kitab sözündən kitabxananı yaratdı. Yəni, həqiqətən də yeni bir söz yarandı. İndi bu xana leksik şəkilçidir. Bir dənə də qrammatik şəkilçi artırıram. Kitablar. Kitab sözünün mənasını dəyişdi burada. Yox, sadəcə formasını dəyişdi. Yəni, təkdə olan kitab sözünü neynədir? Cəmdə elədi. Bu qədər sadə. Yəni, yeni bir söz yaratdı mı kitab sözündən? Yox. Kitabxana yeni bir sözdür. Amma kitablarda kitab sözü sadəcə cəmdə oldu. Bu qədər sadə. Yaxud, indi başqa bir söz deyək sizə. Məsələn, deyim ki, kitabın sözü. Yeni bir söz yaratdı, ın şəkilçisi burada. Yox, müəllim. Sadəcə formasını dəyişir də. Kitabın, yenə söhbət kitabdan gedir. Yenə söhbət kitabdan gedir. Amma məsəl üçün, kitabxana sözü var. Heç kitabı yazmıram. Bax, kitabxana. Yeni bir dənə leksik şəkil artırıram. Bu kitabxana bilirsiniz də nədir? İndi yeni bir söz yaradıram. Kitabxanaçı. Kitabxanaçı yeni bir sözdürmü? Yəni, kitabxanada işləyən bir şəxsdir. Kitabxana ilə əlaqəsi var, əvvəlki sözlə əlaqəsi var. Amma yeni bir sözdür. Amma bura bax. Kitaba. Kitaba yeni bir sözdür. Kitabxanaya yeni bir sözdür. Sözün sadəcə formasını dəyişir. İndi dövlət qulluğunda, belə deyim də, tələbələr hansı suallarda çətinlik çəkir, hansı suallarda bir qədər səhvlik edirlər, onu sizə başa salacağım ki, bunu sadəmi götürək, düzəltməmi götürək. Və məsəl üçün, elə söz var ki, düzəltməyə oxşuyur. Amma sadədir.
Məsələn, dağıntı sözü. Dilimizdə belə bir şəkilçi var. Intı. Var belə bir şəkilçi. Ay sağ ol. Məsəl üçün, qazdan nə yaradıram? Seylaxan. Qazıntı. Qazıntı. Düzdür. Qazıram, qazıntı edir. Yeni sözlə, düzəltmə söz. Əvvəlki sözlə bir əlaqəsi var. Düzdürmü? Bəli. İndi gəl bu dağıntıya baxaq. Dağla dağıntının nə kimi əlaqəsi var? Yoxdur əlaqə. Deməli, mən bunu necə söz götürəcəm? Sadə söz Sadə. götürəcəm. Yaxud yazışmaq sözünə bax. Yazısan, kiməsə yazısan, qarşındakı şəxslə nə edirsən? Yazışmaq. Yaz. Deməli, burada şəkilçisi leksikdir. Sözün kökü də nədir? Yazdır. İndi Yazı. barışmaq sözünə bax. Bardan barış yarana bilər, klub bardan, yaxud ağacın verdiyi bardan. Barışmağın nə kimi əlaqəsi var? Yoxdur. Deməli, mən bu sözü necə götürəcəm? Sadə. Sadə söz götürəcəm. İndi buna bax, güləşmək. Güldən güləş yarana bilər. Güləşmə idman növüdür. İylədiyimiz güldən, yaxud gülümsəməkdən güləşmək yarana bilər. Xeyr. Deməli, mən bunu yenə necə söz götürəcəm? Sadə söz. Sadə söz götürəcəm. Yaxud buna bax, ağlamaq. Ağ sifətinlə, ağ rənginlə ağlamağın nə kimi əlaqəsi var? Yoxdur Ağa əlaqə. baxıb ağlayırıq. Ağa baxıb mı ağlayırıq? Yəni, yoxdur. Deməli, mən bunu yenə nə götürəcəm? Sadə. Sadə söz götürəcəm. Başa düşdünüz? Yaxud Bəli. dinləmək sözü. Din, sakit, din, danış deməkdir. Dinləmək, kiməsə qulaq asmaq mənasındadır da, düzdürmü? Yenə də bu sözdə də, dinləmək sözündə nə götürəcəksən? Sadə. Sadə söz götürəcəksən. Başqa bizi nə çaşdırır dövlət qulluğunun qəbulunda deyim. Bax, dilimizdə belə bir şəkilçi də var. Laş. Bu lana da aid indidən deyim. Laşın üzərində misal göstərək. Belə bir şəkilçi də var. Bu şəkilçilərin hər birini keçəcəyik. Sadəcə indi testdə qabağına çıxdı. İndidən biləsən ki, çətinlik yaratmasın sənə. Nitq hissələrinə keçirik gələn dərsdən isimə. Orada sizə rahat olsun. Müəllim olar bir sual. Laşda feildə aid. Bəli, Dinləmək sözü dediniz, sadə sözdür. bəli. O dinməkdən dinləmək olmur. Dinlədi. Dinmək də, danışmaq, dinmək. Dinləmək nədir? Yəni qulaq asmaq. Sizcə danışmaqdan qulaq asmaq yaranar? Yaranmaz. Dinləyirsən, Dinləmək. Dinləyirsən, sonra qulaq as. Dinləmək demirəm. Din sözü nədir? Danışmaq mənasında deyil. yəni dinmək. Ay, yerdən deyilsən dinmədə, düzdür? Bəli. Amma dinləmək hansı mənadadır? Yəni qulaq asmaq. Qulaq asmaq. Ondan o yarana bilməz axı. Hı. Başa düşdünüz? Evet. İndi laş şəkilçisinə bax. Bir var laş şəkilçisi, biri də var la plus ş. Səhət mən bu laşla laş plus ş-ni mən necə ayırım? Bax, quizdə fikir vermisiniz deyirəm, hansı sözdə neçə dənə şəkilçisi var. İstifadə eləyirlər. B-adadır, hətta A-B-yə belə düşübdür. Mən hardan bilim də, mən çətinlik çəkməyim testdə. Bax, məsəl üçün, bir dənə yazıram salamlaşmağı, bir də yazıram vidalaşmağı. Tələbə baxır deyir, ikisində də neçə şəkilçi var? Bir dənə şəkilçisi var. O da hansıdır? Laş. Çox adam bunu ayıra bilmir. Düzdür? Çətinlik çəkir arasında. Salamlamaq, sonra salam. Ay, sözün kökünə baxırsan, sözün kökü salamdır. Salam sözündən nə yaranır? Salamla. Çünki dilimizdə salamla feili var. Var. Ona görə mən la ilə şını nə edirəm? Ayırırım. Ayrız. Ayırırım. İndi vidalaşmağa bax. Vidala feili var bizim dildə. Xeyr. Deməli, laşı necə götürəcəm? Bir yerdə götürəcəm. Bu da deməkdir ki, salamlaşmaq sözündə
İki leksik şəkilçisi var. Vidalaşmaq sözündə bir leksik şəkilçisi var. Aydındırmı? Salamlaşmaq bircə dəqiqəyə gəldim, üzürlü sayın. Üzürlü sayın. Hə, harda qalmışdıq? Vidalaşmaq sözündə. Səsim gəlir yaxşı. Bəli, müəllim, gəldi. Vidalaşmaq, salamlaşmaq var. Vidalaşmaqda bir dənə leksik şəkilçisi var. Amma salamlaşmağı neçə şəkilçisi götürəsən? İki dənə leksik şəkilçisi götürəcəksən. Aydındır? Çətinlik çəkmədən. Biri də var, hansı suallar sizi çaşdıra bilər? Bax, məsəl üçün çaşdıracaq. Ailəvi sözü var, düzdür? Ailəvi. Ailəvi sözünü necə götürərsən? Düzəltmə götürərsən də. Ailədən nə yaranır? Ailəvi. Sözün kökü nədir? Ailədir. V şəkilçisini artırırsan, nə yaradsan? Ailəvi yaradsan. İndi buna bax. Kimyəvi. Kimyəvi sözünü nə götürüm və sadə götürüm, düzəltmə. Sadə. Sadə sözü. Niyə görə sadə götürürsən? Deyə bilərsən ki, bunun kökü kimyadır. Amma bunun kökü dəyişir. Baxın, kök kimya sözü var sözün kökündə. Kimyədir deyə. Sən kimya sözündə nə götürə bilməzsən? Sadə kimya sözü var bizim dildə. Yoxdur, kimya sözü var. Sözün kökü dəyişdiyinə görə kimyəvi sözündə götürürsən sadə söz. Müəllim, onda dünyəvi də sadəcə deyir, dünyəvi. Bəli. Dünyəvi sözündə nə götürəcəksən? Sadə götürəcəksən. Yaxud buna bax, məsəl üçün qaralmaq sözü var, elə. Sözün kökü nədir? Qara, al şəkilçisi artırılıb, A-nın biri gedib, L qalıb. Bu düzəltmə sözdür. Düzdürmü? İndi saralmağa bax. Sarı sözü nə edib? Yoxa çıxıb. Deməli, saralmaq sözünü necə götürərsən? Sadə. Çünki sözün kökü yoxdur ortada. Mən necə bunu deyim ki, filan sözdür? Dünyəvi sözünə desəm ki, sözün kökü dünyadır, deyəcək hanı dünya? Dünya sözü yoxdur axı. Aydındır? Bir də sizə sual düşə bilər ki, feillərlə bağlı rahat bir dənə qayda deyəcəm. Feillərdə bir çox şəkilçilər var. Bax, bu ırdı, ardı və s. Şəkilçilər var ki, yoldaşlar, həm leksik şəkilçi olur, həm də qrammatik şəkilçi olur. Düzdür? Keçəcəyik sizlə bir yerdə. Müəllim, mən hardan bilim ki, feildə olan şəkilçi, yaxud bu dır şəkilçisidir? Mən hardan bilim ki, feildə olan şəkilçi leksikdir, yoxsa qrammatikdir? Bir dənə qayda deyirəm, PDF-də də yoxdur. Yəni, məncə kitablarda da yoxdur. Yadda saxlayın, yaxud istəyirsiniz qeyd kimi yazın. Feili, təsdiqdə olan feili salısan inkara. İnkar şəkilçisi hansıdır? Namə. Ma şəkilçisidir. İnkara salısan təsdiqdə olan feili. Ma'dan əvvəl gələn şəkilçilər leksikdir. Ma'dan sonra gələn şəkilçilər qrammatikdir. Bax, məsəl üçün yazıram, yazışırdım. Düzdür? Bu feili verdi. Mən hardan bilim, ay müəllim, bu leksik hansıdır, qrammatik hansıdır? Salısan inkara, yazışmırdım. Düzdürmü? Deməli, sözün kökü yazdı. Iş ma'dan əvvəl gəldi, sonra əvvəl gəldi. İşə deyirəm leksik. Ma'dan sonra nələr gəlib? Ir gəlib, qrammatik. D gəlib, qrammatik. M gəlib, qrammatik. Deməli, bu sözdə bir dənə leksik, 3 dənə yazışırdım sözündə. 3 dənə qrammatik şəkilçisi var. Aydındır? Yenə də deyirəm. İstənilən feili inkara salmaqla həmin o feildə leksik, qrammatik şəkilçinin sayını tapmaq olar.
Müəllim Aydın. yazırdım da bir dənə qrammatik. Bir dənə leksik şəkilçi var, iki dənə. Bir dənə. Yaz sözün köküdür. Ya, bildim. Köküdür. Iş da leksik şəkilçi. İkinci mərhələdə biraz orta babat düşə bilər. Yəni homonim olanlardan düşə bilər kök. Məsəl üçün bunu tapmağınız asandır. Deyir bunlardan hansı eyni köklü deyil. Hazır A variantı gülüş. B variantı güllük. C variantı güldan. D variantı gülüstan. Şimdi baxın görün hansı digərləri ilə eyni köklü deyil. Burada hamısında leksik şəkilçi var. Amma biri digərləri ilə eyni köklü deyil. Hansıdır? Gülüş. A variantı. Hoş. Niyə? Gülüşdəki sözün kökü hansı güldür? Feil güldür də, gülümsəmək. İndi B-yə bax. Güllükdəki sözün kökü hansı gül olar səncə? Güllük deyirəm. Çiçək gül də, iylənsi gül. Güldan sözündə sözün kökü hansı gül olar? O da isim. Gülüstanda hansı olar? O da isim gül. Bu orta babat variantıdır. Birinci dediyim o leksik şəkilçi asandır. Bu orta babatdır. İndi keçirik ən çətin variantını. Bax, bunda rahatlıqla tapdınız elə yəqin ki, hamınız. Tapmayan olmadı ki, bu sözdə. Yəni, orada əl qaldırmayın, çünki görmürəm. Əgər kimsə tapmadıysa, soruşsun. Birincisində gülüş feildir, değil mi? Ona göre fərqlənir. O birləri isimli kökü. Açsın. Aydındır. Qutardı getdi. Bəli. İndi baxırsan, biraz çətin variant. Amma bu gülüşdə seçmək asandır. Gör, burada seçə bilərsən heç. Düzgün. Düzül. Düzdür. Düzəl. Düz sözü bilirsiniz də, homonim sözdür. Həm feil olur, həm də Sifət. sifət olur. Hələ isim mənası da var. Onun bura aidiyyatı yox. Burada düzeldi müəllim. Düzgün Burada tapılır. Düzgün. Düzgün. yox. Bax, çox adam sizə keçmişəm axı köhnələr indi siz də əvvəl düzgün deyirdiniz. Düzü dolar Çox burada. adam elə bilir ki, düzgün söz əvvəl nədən yaranıb? Sifətdən yaranıb. Düzdür? Düz sifətindən nə yaranıb? Yaranmıyor. Düzgün yaranıb. Yaranmayıb əlbəttə ki. Düzgün sözü görək nədən yaranıb. Mən çox adam yenə də deyirəm, düzgün sözünə baxır, deyir bu sözün kökü nədir? Sifət. Sifət. Baxan kimi deyirsən ki, bu sözün kökü sifət. Səni çaşdırır da, düzdür? Bunu eləməmək üçün, yəni mənanı qoyuruq bir qırağa. O təxəyyülü qoyuruq bir qırağa. Neynirik? O bunda gün şəkilçisi var elə,ğın-ğın, qun-qun. Bunu başqa bir feylə artırıram. Ağlınıza hansı feyl gəlir? Yaxud Özdə qoymuşdum. Əzgin məsələn. Süzgün. Ay, sağ olasın. Bu məsəl üçün qoyuram əzgin. Məsəl üçün süzgün. Məsəl üçün kəskin. Ümumi düşünün. Sifət dedim. Bu əzgindəki əz nədir? Feil. Feil. Süzgündəki süz nədir? O da feil. Feildir. Kəskindəki kəs nədir? O da feil. Bu da feildir. Deməli düzgündəki düzdə nə olacaq? Feil. Feil. Sən mənə deyirsən, yox, mən yoxdur bu qayda. Yəni bu da yoxdur PDF-də, onu demək istəyirəm. Yox, mən hardasa mənaya bax, düzgündəki düz. Deyirsən ki, bu düzgün sözün kökü düz sifətidir. Səndən bir dənə hamımız, bir 20 neçə nəfər, əgər kimin sağlığında o fikir varsa, bircə dənə səndən hamımız xahiş edirik. Bu gün şəkilçisini hər hansı bir sifətə artır. Və biz artırdıq. Biz artırdıq. Arxası da gələ bilər də, düzdür? Əzgin, süzgün, kəskin. Biz artırdıq. İndi bu gün şəkilçisini deyirsən ki, sözün kökü düz sifətidir də, düzdürmü? Ay sağ ol. Bu gün şəkilçisini başqa bir sifətə artır. Artıra Olmadı. bilər.
Olmur. Olmur. Deməli, qaydamız elə bu feil oldu. İndi bu əzi, süzü, bir də kəsi götürürəm. İndi burada qoyuram. Əzil deyə bilərəm. Dilimizdə var əzil feili. Var. Küsül yox. Süzül feili var. Var. Süzül də var. Kəsil feili var. Var. Deməli, buradakı düzüldəki düzdə də düz sözü nəymiş? Feil. Feil. İndi yerə kimdə də yenə də sözümüzün üstündəyik də, düzdürmü? İl şəkilçisini hansısa sifəti artıra bilirsə buyursun. Var artıra bilən? Yoxdur. Görsən necə rahat yoldur. Bunun başqa asan yolu, o təxəyyül yolu, məna yolu, mən belə tapıram yolu yoxdur. Yəni çətini asan eləməsi yol budur. İndi baxırsan düzdürə. Baxırsan düzdür feilinə. Düzdürü yenə də həmin qayda ilə gedirəm. 3 dənə feil demədiniz. Üçünü də siz dediniz də mən demədim ki. Gəlin qoyaq. Kəsdir feili var. 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 Süzdür var. O da var. Əzdir də var. İndi burada varsa bunlar, deməli burada da düz nədir? Feil. Feil. Yenə də kimdəsə varsa, müəllim, mən dırı artıra bilirəm sifətə, sifətdən feil yaradıram dırla. Eləyə bilirsə eləsin. Eləyəmdir. İndi gəldim düzələ. Təəssüf ki, dilimizdə kəsəl feili yoxdur. Süzəl feili bu da yoxdur. Əzəl feili bu da yoxdur. Gör, əl şəkilçisini bir feili artıra bilirsən. Heç birini artıramadıq, elə. Amma bir dənə məsəl üçün ağlıma sifət gəlir. Gen sifətdirmi? Gen. Bəli. Sifətdir. Genel deyə bilərəm. Deyə bilərəm. Qara sifətdirmi? Sifətdir. Qaral deyə bilərəm. İndi burada düzdür. A-nın biri düşür. Çünki 2 dənə A böyür-böyrə gələndə şəkilçinin biri düşür. Deyə bilərəm. Sarı sözünə al şəkilçisini artırıram. Nə olur? Sarı. Deməli, bu geneldəki gen sifətdirsə, qara sifətdirsə, sarı sifətdirsə, bu düzəl də nə olacaq? Sifət olacaq. Deməli, burada eyni köklü söz olmayan digərləri ilə hansı oldu? Düzəl. Amma hamının ağlına birinci hansı gəlirdi? Düzgün. Düzdürmü? Bəli. Bu qədər sadə. Yəni burada təxəyyülə falan. Bir də deyirəm ha, bu yəni mənim öz PDF-im daxil yoxdur. Yazmır. Yəni bu sadəcə yoldur. Qəşəng də yoldur, istifadə elədiyimiz də yoldur. Hər zaman da effekt verir. Homonim sözlərdə çünki tapmaq çətindir. Başa düşürsünüz? Bu məsəl üçün sənə verəcək. Məsələn deyirəm də sıxlıq sözünü elə. Sıxlıq sözünün sıx sözü necə sözdür? Homonim sözdür elə. Tapa bil. Bu sıx sözü həm feil olur, nəyisə sıx. Məsəl üçün meyvə sıx. Bir də var sıx. Necə? Sıxmış. Mən hardan bilim indi bu sıxlıq sözü ikisindən də yarana bilər. Mən elə insan var deyirəm müəllim. Sıx olur. Sıxısan nəyisə sıxlıq yaratsan. Bir də var deyirsən sıxdan sıxlıq yaranır sifətdən. Neyinə neyinisən? Yəni onu göstərmək istəyirəm ki, tək düz sözün deyil, istənilən sözdə effekt verir. Məsəl üçün gəl görək bu sifətdir yoxsa feildir. Gör hər hansı bir feilə lıq şəkilçisi artıra bilirsən. Artıra bilmirsən ki. Xeyr. İndi gəl sifətə baxaq. Yaxşı sifətdirmi?
Elədim yaxşılıq. Pis sifətdimi? Olur Elədim. isim. Ay sağ ol. Başa düşdün? Lığı artırdım sifətlərə. Başqa sifətlərə də artıra bilərəmmi? Böyük, böyüklük. Tam-tamlıq. Bunların hər birini artıra bilirəm. Deməli, bu sıxlıq sözünün kökü hansı sıxıymış? Sifət olan sıx. Sıxıymış. İstənilən sözdə effekt verir. İstənilən sözdə effekt verir. Yəni, asanlıqla sadəcə yenə də deyirəm, bir qədər o sözü tez yada salmaq, yenə o gələk testi çox işləyəsən ki, söz bazan yaxşı ola da, orada tələsməyəsin. Nədəsə o loru dildə deyə təntməyəsin. Bu qədər sadə. Yəni, bu qaydadan sonra ən çətin dediyim variant sənə eyni köklü sözdən düşsə, bu düşəcək. Düzgün, düzül, düzdür, düzəl. Bunu, bu qaydanı bilməyən tələbə, nə bilim, 25 biri deyir, 25 olsa, çətin ki, bunu tapar. Elə müəllim var, üzr istəyirəm. Bu tipli eyni köklü sözlərin bu hissəsində, qalan hissəsində tapırlar. Bu hissəsində çətinlik çəkir. Sən də o çətinlik çəksin də nə lazımdır? Bu qayda ilə asanlıqla tapırsan. Aydındır. Oradakı şəkilçində başqa bir söz artırırsan. Artırmaqla da asanlıqla qaydanı tamamlayıb cavabını həll eləyirsən. Yəni, burada deyim, çətin bir məsəl var. Mən bunu tapa bilmirəm. Yox. Yəni, ən çətin hissəsi bu hiss olacaq sənə. Sənə başqa bir hissədən ola bilməz. O məsəl üçün, sözdən çox söz var. Onu demək istəyirəm ki, bunu tam qavrayasınız. Az sözü həm nə olur? Həm say olur, Həm də həm də feil. feil olur. Düzdür? Ay sağ ol. O məsəl üçün sənə verir ki, azal. Gör feilə bəyəklərdə artıranmadıq. Yenə al şəkilçisi artıra bilirsən, Feil. artıra bilmirsən. Amma sayı artıra bilərsən. Çox sayı var dilimizdə. Var. Çoxal artırdın. Elədin. Deməli, çox saydısa az da nədir? Saydı. İndi buna bax. Azğın. Görğını hər hansı bir saya artıra bilirsən, en qədər say var da dilimizdə. Gör Eyvah. hansını artıra bilirsən, artıra bilmirsən. Deməli, az burada nə olacaq? Feil olacaq. Homonim sözlər, yenə də deyirəm, sizi çaşdıracaq. Çünki onun iki mənası var axı. Görəsən ki, bu sifətli say götürmək istəyəsən, düz sözündə kimi. Düzgün sözünə baxan kimi, yəni mən də məna cəhətdən özümü qoyuram sizin yerinizə, deyirəm, amma düz sözündə həqiqətən də mən nə götürərəm bunun yerinə olsam, götürərəm ki, sifətdə düzgün. Amma sən demə düzgün sözün kökü nə çıxdı? Feil çıxdı. Yəni, mənaya aldanma, bu yoldan istifadə elə. Eyni köklü sözlər sənin üçün heç nə olacaq. Çünki dilimizdə bilirsiniz də, homonim sözlər çoxdur. Ki, səni çaşdıra bilər. Bu qaydadan istifadə eləsən, asan variantı birinci dediyim. Eyni köklü sözlərdə o dedimi, leksik qrammatik şəkilçi. Ortababat variantı budur. Bunlar rahat seçilən homonim sözlərdir. Gül sözünü seçməyə nə var ki, tək hamısı gül sözü kimi olsun? Gülüş deyir ki, yox, mən feil güldən yaranmışam. Özünü görsədir. Güldən hara gülüş alır. Amma bunda seçmək biraz qəliz məsələdir. Orada risk eləməməlisən. Bir-bir yoxluysan imtahanda. Asanlıqla tapırsan. Məsəl üçün, indidən birinci lıq şəkilçi feyli artırılmır. Məsəl üçün, sənin qabağına çıxdı ki, azlıq, nə deyəsən, aza, say deyəsən. Çünki çoxluq sözü altından gələcək. Başa düşsən, test işləyə-işləyə, izaha qulaq asasın, səndə o vərdiş yaranacaq. Eyni köklü sözlərdə inanmıram ki, yəni, kimdəsindən belə deyək ki, məndə çətinlik var. Kimə aydın olmadı nəsə?
Yəni mən bir çətinliyim var. O elə bir ki, təhlil zamanı sxem var ya, mən sözün başlanğıc forması, leksik şəkilçiyə qədər olan hissə, qrammatik şəkilçiyə qədər olan hissə, Sözün məsələn, başlanğıc forması, sözün başlanğıc. Leksik şəkilçilər üçbucaq işarədir. Qrammatik şəkilçilər dairəvidir. Sözün Aha. başlanğıc forması deyəndə qrammatik şəkilçiyə qədər olan hissəsidir. Sözün qrammatik şəkil. Məsəl üçün sözün köküdür də. Başlanğıc forması ilə eynidir müəllim o? Yox. Elə ola bilər, elə sözdə var eynidir. Məsəl üçün Ha, kitablar sözündə sözün kökü də başlanğıc forması da kitabdır. Niyə? Bunun leksik şəkilçisi var ki, yox. leksik deyil, lar qrammatik. Ay sağ ol. Yəni qrammatikə qədər olan hissə başlanğıc formasıdır. Sözün kökü də onsuz da nədir? Kitabdır. Kitab sözü belə. Başa düşdün? İndi başqa Bəli. bir hissə var. Məsəl üçün desəm ki, kitabxanadakılar burada qrammatik şəkilçi hansıdır? Lardır. Vardı. Deməli bu sözün başlanğıc forması nədir? Lara qədər olan hissə. Yəni Kitabxanadakı. başa düşdün? Müəllim, burada o dakı nə gedir onda? Sifət. Şəkilçilər keçəcəyik. Siz hələ bilirəm ki, tanımısınız şəkilçiləri. Keçəcəyik şəkilçiləri, narahat olmayın. Dakı ancaq sifətin şəkilçisidir. Bir yerdə götürürsən. Çətinlik var kimdəsə?